Süd vəzi xərçənginin diaqnozu və müalicəsi gecikərsə nə baş verər? Bu sual xanımları ən çox maraqlandıran suallardan birisidir. Bilmək lazımdır ki, əgər müalicə gecikərsə, bu zaman süd vəzindəki xərçəngin həcmi getdikcə böyüyəcəkdir və süd vəzi xərçəngin həcmi böyüdükcə onun qan və limfa yolu ilə digər orqanlara yayılması, yəni metastaz vermə riski də artır. Erkən mərhələdə tapılan süd vəzi xərçəngi cərrahi və kimyaterapiya ilə müalicə sonrası tam sağalma ehtimalı 90%-in üzərindədir. Ancaq müalicə gecikdiyi zaman uzaq orqanlara metastaz verərsə ki, ən çox sümük, ağciyər, qaraciyər və beynə metastaz verə bilir. Bu zaman müalicə getdikcə çətinləşir və hətta tam müalicə olma ehtimalı bəlkə də sıfıra yaxınlaşır. Buna görə də illik həkim müayinələrini və kontrolları aksatmamaq lazımdır. Erkən diaqnoz həyat qurtarır.